Xoş gördük əziz dinləyicilər. Bilirsiniz bu günlərdə məhz Fransanın Evian şəhərində keçirilən G7 böyük yetkilərin konfransı keçirilir və bu böyük yetkilərin konfransına qonaq qismində həm də Ukrayna dəvət olunub. Ukraynada çox geniş surətdə görüşlər keçirilib, Amerika prezidenti də görüşlər keçirilib. Burada bizim üçün lazım olan və vacib olan məqam ondan ibarətdir ki, böyük yetkilər Ukraynaya tam dəstək verilməsini birlikdə qərara alıblar. Amerika da bu dəstəkdən kənarda durmur. Yeni dəstəklər verilməsi və son zamanlar Ukraynanın geniş miqyaslı şəkildə Rusiyanın ərazilərinə zərbə vurması və təşəbbüsü ələ keçirməsi baxımından da məhz böyük yetkilərin Ukraynaya dəstəyi, onun bütövlüyü, onun ərazi bütövlüyünün dəstəyi tam surətdə özünün əksini tapıb. Bir maraqlı məqam da ondan ibarətdir ki, bu günləri Ukrayna tərəfi bildirib ki, artıq Krım bir yarımadaya bir adaya çevriləcək və onun mühafizəsini heç bir formada Rusiya müdafiə edilməyəcək və materikdən ayrılacaq. Belə bir kəlmə işlədib. Lavrov isə bildirib ki, bu günləri Avropa İttifaqına Ukraynanın daxil olmasına biz qarşı deyilik. Çünki Ukrayna zaten Avropa İttifaqına daxil olarsa Avropa İttifaqı dağılar. Bu da bizim xeyrimizədir. Mən düşünürəm ki, bu da artıq heç bir əlatsızlığın göstəricisidir. Artıq Ukraynanın Avropa Birliyinə sürətlə getdiyini görürlər və Ukraynanın qarşısının alınması mümkün olmadığına görə, çünki bilirsiniz ki, bu Rusiyanın şərtlərindən biridir. Heç cürə mümkün olmadığına görə indi bir söz tapıblar ki, əgər Ukrayna Avropa İttifaqına girərsə və onsuz da Avropa İttifaqı dağılar, ona görə bu bizə sərf edir, qoy getsin, daxil olsun. Təşəkkür edirəm diqqətinizə görə.